Salamlar dostlar. Bugün de sizlerle birlikte yeni bir Car Simulator videosunda yeni bir Car Simulator bölümünde uşaqlar. Bugün gördüğünüz kimi sağ olsun oyun güzel bize bir ev. Diogo Residence. Diogo Residence verir nəsə bizə. Hər nəsə uşaqlar bunu aldım. Bugün sizlə bu evi incələyəcəyik. Evin detallarını, nə bilim, hər şeyini bugün yoxlayacağıq. Bizim birisi canlıda belə bir dənə Lexus düzəltmişdik. Kişi Lexusu. O canlıya baxmaq istəyirsinizsə, birinci gün çəkdiyim canlı idi. Baxa bilərsiniz. Qəşəng də, yəni maraqlı canlı idi. İzləmə üçün demirəm, onsuz canlıların izlənməsini canlılardan alım. Sadəcə yəni düzəldimlə bir baxarsınız. Nə, bunun da bu çox sürüşür. Bundan getməyəcəm. Biraz da qoy mujik kimi gedək də. Təzə ev elə bir bununla gedirik. Nəyimiz var, nəyimiz var? Heç nəyimiz yoxdur. Başımırıq. Buradan çıx, buradan çıx. Məni belə varlı adamlar hesab oyunda təkəm. Deyəsən oyun oynamaqdan mən şizofren oldum. Oyuna təkəm, ola doğrudan. Mən mən kimlə hesab eləyəcəyəm? Mən oyunda təkəm. Mən o yəni Lexus'la da gedə bilərdim əslində, nəysə də. Hansıyla gedib Panorama ilə gedəcəm bu dəfə. Panoramanı götürüm. Evin yerini bu dəqiqə heç bilmirəm. Yəqin ki City 2-də olar. Baxıq bir dənə. City 2 ev işarəsi bir dəqiqə. Ev işarəsi. Bu yeni gələn hardadır ki, mən bilmədim axı. Evimiz yəni niyə görünmür ki burada? Yeni aldığımız ev. Mən də bir dünyanı axtarım, xəritəni axtarım ki burada bizim evimiz harda. Bir də mən şolar baxım. Apartman göstərilmiş. Elə bir ki, bax, biri burada, biri burada, biri burada, biri də burada. Aha. O birisi deyəsən City 2. Yo. Biri burada, biri orada, City 2-dədir o birisi apartman. Oy, dağqaqa. Bu nə qədər uzaqlıqdadır. Mən niyə bu evi da? Oy da. Nəysə də Panorama ilə sürə-sürə gedəcəyik. Hər nəsə da neyiniyək. Onu niyə o qədər uzağa qoyularaq? Hərdən bir başına o birisi başına getməliyəm mən indi. Priora ilə gedərdim də oradan yaxın idi o. Hər nəsə də sürməliyik, getməliyik. O çox uzaqdır. Of. Maşınla gedə-gedə sizə bir hekayə danışım. Elə bir ki, mən bunu canlıda danışırdım. Yarımçı qalmışdı, baxın. Yuxu görürəm, yuxularımı danışırdım. Çox dəxlisiz və maraqlı yuxular görürəm. Çox dəxlisiz və qorxuludur da. Birincisi elə ki, mən Minecraft zombilərindən balaca vaxt çox qorxurdum. Və bağ evində qalırdıq. Mən gecə saat 3-dür, 2-dir, 3-dür yuxumda. Bunda danışılan hamısı yuxumdadır, hə. Gecə saat elə bir şey yuxumda görürəm ki, mən çöldəyəm. Bağ evimizin həyətindəyim. Qonşunun da bir dənə darvazası var. Çox yekə darvazadır. O darvaza ayda. Panorama, gizləmə panorama idi da bu, hə. Mən buna panorama deyim, bilmirəm düz deyirəm ya səhv deyirəm, hər nəsə. Qonşumuzla yeşil bir dənə darvazası var. Görürəm ki, o darvazan kimsə qırır da, necə təpikləyirsə, darvaza yerindən çıxacaq da az qala, hə. Bunu görürəm, darvaza qırıldı, ayda. Mən də balaca uşağım axı, yəni real həyatda olsa da mənə qorxulu gələrdi də. Darvaza qırıldı, içəri 100-ə yaxın zombi girdi. Minecraft zombisi, ha, səslər də çıxardı. Elə bir şey, PUBG-də hilələr var, PUBG elə bir hilə adamlar var. Tez bazar girər, otağa hamını vururlar, çıxırlar. Və elə bir speedrun eləyirlər. Bir dənə qaçırlar adamın üstünə. Yəni mən onun qorxusundan gəldilər düz mənim üstümə. Anam atam da elə bir şey qapıda dayanıbdı ki, mənə salsın, mənə qışqırlar, gəl gir içəri. Mən də girmirəm də, dayanmışam yerimdə. Yəqin yuxuymuş ona görə, hə. Heç zat gəlirlər mənə çıxdırdılar, yenə ağ ekran, belə ağ ekran gəldi, cızıltı zat, bütün yəni sonra durdum yuxudan, onun təsiri altından çıxamamışdım da. Bizim indi evimiz hardadır? Gəldik, çıxdıq. Mən eviməm amma abat yerdə da. Yəni qəşəng yerdədir. Oyda, rezidens. Hə, nəsə, biri də var, onu da gələn videoda danışaram. Burada bizim apartmanımız, evimiz. Görək, nəsə pul verməyə lazımdır yoxsa yox? Oy da, girişə bax, biraz elit girək də, elit. Mən də maşınlarda saxlayacağım ki. Xam kimi, maşınlar, hə, buradan getməliyim yəqin ki. Elit, oy, əyalatı. Qəşəng maşını saxlayaq bax burada. Super. Panoramada hər də burada olur. Neçə yeri var bunun? 1, 2, 3, 4, 5 dənə yeri var. Ha, buradan indi çıxım, oy da, evin çox qəşəngdir axı. Burada bir dənə hovuzumuz var, qəşəng evin içində hovuz.
Əla zor. Buradan tərəf tutulan biri yox. Qəşəng. Buradan adam buradan o tərəf baxanda bütün həyatı olur. Çıxaq buradan. Qəşəng. Oba oturma yer evin içi zordur. Evin içi zordur. Oo, burada da şey var. Yox, artıqdan idi. Buna bu çölə açılır ona görə. Ya buna heç ehtiyac yox idi amma nəsə də bunu eliblər. Hardan düşəcəm mən? Hardan? Bax düşdüm, hardan çıxacam? Çıxa biləm, heç zət. Buradan çıxdıq sonra. Bu qapılar açılır demə. Oy da, bax bu da əla. İndi bildim də, yəni bura ayaq yoldur. Burada niyə bet pəncərə var? Burada niyə pəncərə var axı? Ayaq yoldur. Burada niyə pəncərə qoyublar axı? Burada ayaq yoldur. O bax, saun assadı. Yo, qəşəng. Evdə yəni saun zat var ha. Əməlli başlı VIP həyat yaşayırıq. Burada duş almağa yer zat. Əla, xoşuma gəldi. İnşallah real həyatda da belə bir evimiz olar. Qəşəng. Burada bir pəncərəmiz var. Burada bilyard oynamağa yer. Bilyard oyunu uşaqlar. Bilyard çox maraqlıdır. Oba, burada oturub qonaqlar. Bura restoran deyə bir rezidens olur ala. Harda yatacağıq bə biz? Aba, bura balkonudur, qəşəng. Burada indi yuxarı çıxanda. Otağımız inşallah da burada olar da yəqin ki. Aha, otaq buradaymış. 3 otaqlıdır. Qəşəng, bura çox böyükdür. Burada bir dənə divan var, bir dənə televizor. Bura pəncərə, burada da bir dənəsi var deyəsən hə. Sonra bura nədir belə? Opa, qəşəng, biz mafiyayıq axı. Oturuq biz sola, gələnlər, gedənlər çak vurdum başına. Yəni bir dəqiqə mən oyundan çıxıb gedəcəm görüm mən harda doğuluram. Yəni harda doğuram deyə, harda spawn oluram. Yeni uşaqlar maşın gələcək. 2 gün dalbadal oyuna girəcəm. Yəqin ki 2 gündən sonra da mən video yenə atacağım, Car Simulator videosu. Bu oyun zibil danışamadım. Bu şey. Burada yataq otağında olmamalıydıq biz. Yox, yenə də qəşəng də şey. Hardaydı maşınımız? Burada. Bu oyunda bir dənə Bentley verəcək. Onu soxalmaq istəyirəm o Bentley-ni. Çox da qəşəng maşın 30-cu gündə verilir. Bir də bunun duruşuna bax, stoykaya bax bir dənə. Nəsə, bu modeldən çox xoşum gəlir də. Yəni BMW fanıyam, BMW sevdalısıyam, amma yenə bax bu Mercedes-in bax bu vidinə söz ola bilməz. Çox qəşəngdir. Burada nə var belə? Burada da bura o balkon dediyim yerdir. Bir dənə kağız. Əslində ev çox zordur ha. Ev yəni dəhşət qəşəng. Bu nədir belə? Buradan tərəf gedənmirik. Niyə? Gedə bilirik axı. Orada niyə elə bir şey oldu ki? Nə var ki orada? Bildim. Burada skameyka kimi yerdə oturuq, bildim. Park düzəldiblər. Burada mini park düzəldiblər də elə bir şey. Benzin qurtardı. 42 dənə basıq benzinim var. Hamısını yığmışam maşının bagajına. Yox, qəşəng. Ev, yəni deyirəm, xoşuma gəldi. Buranın içini düzəltməyiblər hələ. Buradan uşaqlar bir dənə videonun finalini şey deyəcəm. Buradan tullanaraq gedəcəm. Çat, qırdıq buranı. İndi bax buradan çıxmaq teması var ha. Buradan necə çıxacağıq o var. Mən bir dənə çıxım buradan. Sonra mən burada görev eləyirdim. Axırıncı səfər mən deyirəm bura mən hardan tanışım. Burada mən görev eləyirdim. O görevi də eləyənmirdim əslində. Bura mol kimi bir şeydir. Qəşəng ev maklələrini vermək olar. Hər kəsə salam əziz izləyicilərimiz. Dəniz qırağında düz avtomolun neydi? Sumqayıt molun yanında gözəl bir evimiz satışa çıxardıbdı. 2 milyard manat. Onlar da mən bir dəfə eləyəcəm, satacağım. Görün bir ev sata bilirəm mən. Real həyatda yox, oyunda. Oyunda görün sata bilərəm, nəysə. Burada biraz ehtiyatlı olmayı. Bura heç vaxt mən çıxamırdım, düzü. X7 ilə gəlmişdim bura. Ay zibil. Görürsən yenə qaldım burada. Ay da düşmədi aşağı. Hər nəsə uşaqlar, bugünlük bu qədər olsun deyirəm. Gələn videolarda, gələn bölümlərdə, gələn Car Simulator videolarında görüşərik. Evimizin bir dənə arxasına falan da baxaq. Bax buradan çox qəşəngdir. Ən yuxarı çıxdıq biz, ən yuxarıda çıxdıq. Sonra bir dəqiqə, bura sudur. Yəni belədir, yox qəşəngdir əslində. Mənim xoşuma gəldi. Hər nəsə uşaqlar, sağ olun. Videonu yarı saladım. Özünüzə yaxşı baxın uşaqlar. Sağ olun, salamat qalın. Bay bay. Like atmağı unutmayın.